Lənkəran Lerik magistralında rayonun Şağla küçə kənd ərazisində ölümlə nəticələnən qəza baş verib. Belə ki, Lənkəran istiqamətində hərəkətdə olan Nicat Soltanzadənin idarə etdiyi Kia Sorento markalı avtomobil piyadanı vurub. Daha sonra avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanan VAZ 2107 markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən VAZ markalı nəqliyyat vasitəsi yoldan çıxaraq dirəyə dəyib. Qəza nəticəsində Şağla küçə kənd sakini 1965-ci il təvəllüdlü Xəzər Fərhadoğlu Şükürov və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyəti ağır olan piyada reanimasiyaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayonlar arası zonasına təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Bərdədə isə yeniyetmənin meyidi tapılıb. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Qaradəmirçi kənd sakini 2010-cu il təvəllüdlü Salih Məmmədovun meyidi yaxınları tərəfindən yaşadığı yerin həyətində aşkarlanıb. Hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma işlərinə başlanılıb. Mingəçevir şəhəri Heydər Əliyev prospektinin mərkəzi bazar yaxınlığından keçən hissəsində sərnişin avtobusu piyadanı vurub. Məlumata görə 5 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Tağıyev Elşən Arzumanoğlunu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə dərhal xəstəxanaya çatdırılıb, ona ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.